Doğma Azərbaycanımın işıqlı gələcəyi naminə çalışmaq mənim hər zaman həyat devizim olmuşdur. Bu məqsədimə çatmaq yolunda dayanmadan, usanmadan çalışmışam. Böyük uğurlar, möhtəşəm dünya səhnələri, çoxsaylı qastrollar və dövlətimiz tərəfindən yüksək fəxri ad və mükafatlar bu zəhmətimin qiymətləndirilməsinin nəticəsidir. Mən həmişə bu sənətimi, biliyimi, gəncləri necə ötürəcəyim barəsində düşünmüşəm. Çünki əsl sənətkarın uğuru onun sənətinin digər nəsillərə ötülməsidir. Fidan Hacıyevanın vokal musiqi məktəbi məhz bu amalla yaradıldı. Məktəbimiz özündə milli və ümumbəşəri dəyərləri birləşdirərək klassik ənənələri ehtiva edir. Mən hər zaman yeni ideyalar axtarışındayım. Möhtəşəm səhnələri fəth etməyimə baxmayaraq, pedaqoji fəaliyyət mənim üçün böyük əhəmiyyət kəsb edir. Mən bu işdən zövq alıram. Gələcəyimizin bu kiçik fidanlarını cəmiyyətimizə layiqli bir şəkildə yetişdirməyi özümə borc bilirəm. Məktəbimizdə mənimlə yanaşı yüksək peşəkarlığı ilə seçilən müəllimlər fəaliyyət göstərməkdədirlər. Vokal sənətinin ən incə məqamlarını öz dərslərində tələbələrə öyrədərək onların formalaşmasında misilsiz xidmətlər göstərirlər. Bizim tələbəmiz olmaq hər yaş qrupu sahibinə mümkündür. Məktəbimizdə təşkil olunmuş kurslar sizlərə bu yolda yardımcı olacaq. Əsas musiqini sevmək və bizə olan güvəninizdir. Yaşlı nümayəndələri belə bizim tələbələrimiz sırasında yer ala bilir. Vokal ilə bahəm, gitara, skripka, fortepiano dərsləri tam çalarları ilə peşəkar müəllimlərimiz tərəfindən tədris olunmaqdadır. Dərslərimizin maraqlı, rəngarəng keçməsi mənim və müəllimlərimizin qarşısında duran əsas vəzifələrdəndir. Bizim dərslərimiz sanki maraqlı bir opera tamaşasına çevrilir. Tələbələrimiz bu dərslərdən böyük zövq alırlar. Məktəbimizdə fəaliyyət göstərən ən son texnologiyalarla təchiz olunmuş səs yazma studiyamız var. Yeni və rəngarəng layihələr bizim məktəbimizin qarşısında duran əsas vəzifələrdəndir. Tələbələrin dərslərinə nəzarət etmək mənim əsas iş prinsiplərimdəndir. Bu məktəb ana qucağı kimi isti və məhəbbət doludur. Tələbələrimizin hər biri mənim üçün əziz və doğmadır. Müəllimin ən böyük uğuru onun tələbələrinin qazandığı nailiyyətlərdir. Mənim tələbələrim qürur mənbəyimdir. Mən onları sevdiyim qədər, onlar da mənə böyük sevgi
və məhəbbətlə yanaşırlar. Biz böyük və xoşbəxt ailəyik. Bu ailənin üzvü olmağınızdan böyük məmnunluq hissi duyarıq.